Sual verir, KFC və McDonald's-a getmək, oradakılar yemək olar, çünki boykotdur, amma çox din əhli görürəm, gedirlər. Yəni bunu qəti şəkildə qadağan edən bir şey yoxdur, bir dəlil yoxdur. Amma insan özü tərəfindən bunu tərk etməsi sözsüz ki, daha yaxşı haldır. Sual verilir ki, Quranda gələn ayə bir insana şah damarından daha yaxını nə mənaya gəlir? Allah ərşə ucalıb axı. Yəni Quranda biz gəldiyi zaman bəzən təzim mənasında gəlir. Təzim, ucaltmaq mənasında gəlir və bəzən də mələklər nəzərdə tutulur. Və burada da həmçinin Qaf surəsində və nəhnu aqrabu ileyhi min hablil varid, biz ona şah damarından yaxınıq. İz yetələqqal mutələqqiyani anil yamini və anil şimali qa'id. Mə yəlfizu min qavlin ilə lədeyhi raqibun atid. Və artıq bu ayələrdən görsənir ki, dərhal sonra gələn ayələr mələklərə aiddir. Yəni, insanın dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün iki hazır mələk olmasın. Sual verilir ki, Quranda son qaldığımız yeri kənarda olanda xatırlamayıb, müəyyən bir yerdən oxuduqdan sonra oxumuş olduğumuz yeri oxumadan keçmək olarmı? Yoxsa təkrar oxumaq lazımdır xətmin tam olması üçün. Əgər tam olması üçün, yəni insan harada qaldığını bilirsə, yəni o yerdən oxumalıdır. Sual verilir ki, domino oynamaq haramdırmı? Yəni domino oynamaq haqqında ixtilaf var. Qeyd eləmişik ki, yəni böyük alimlər heyəti, yəni haram olduğunu deyirlər. Yəni ən azı, yəni insanın boş yerə vaxtını keçirməsidir. Yəni insan belə bədəninə, sağlamlığına faydası var və eyni zamanda da boş yerə vaxt keçir. Qadının hicabı necə olmalıdır? Saçlar hicabın altında açıq olmalıdırmı, yoxsa yığılmış və hicab başdan topuğa kimi olmalıdırmı? Yəni başın üzərində bir şey, yəni yığılmış bir şey görünməməlidir, hiss olunmamalıdır. Yəni səs şərtdir ki, açılmış hörük halında da ola bilir, amma belə toppuz kimi bir şey olmamalı və həmçinin yəni hicab əslən başdan olmalıdır ki, çiyinlər də örtsün, çiyinlər bilinməsin. Sual verilir ki, səcdədə nə qədər müddət istəsə qala bilərikmi və rüküdə az, səcdədə çox qalmaq caizdir, ya hər ikisini eyni vaxtda qalmağı təxmin etməliyik? Yəni səcdədə qalan müddət, rüküdə qaldığın müddətə bərabər olması daha yaxşıdır. Yəni sünnəyə uyğun belədir. Mənim gözümün üstü qabıq bağlayıbmış, görərsən dəstəmizə maniyə deyil bu. Laf məniyə olsaydı, bilmədən olsa namaz səhih deyil. Ya bu, yəni əlavə bir şey deyilsə, yəni insan bədənin öz qabığı bura aid deyil, yəni. Yəni bir var insan ora laq düşməsi, digər yəni suyun bədənə dəyməsinə hər hansı bir maniyənin düşməsi olsa, ola bilər. Yəni bu bədənin özünün qabığıdırsa bura aid deyil, yəni bu problem yoxdur inşallah. Ziyan gələcək şərlərdən Allaha sığınmaq üçün olunan duanı təkrar deyə bilərsiniz. Yəni bu müsəlman qalasında o səsli deyilən hissəsi var. Yəni ora basıb, yəni dinləyə bilərsən. Və belə də ki, Allahümmə inni əsəlükə əl-affə vəl-afiyyətə fid-dunya vəl-axirə. Allahümmə inni əsəlükə əl-affə vəl-afiyyətə fi dini və dünyaya və əhli və məli. Allahümmə əstur avrati və əmin rəvati. Allahümmə əhfazni min beyn yədeyyə və min xalfi, an yamini və an şimali və min fəvqi və ə'udhu bi'azamətikə ən uğtəli min təhti. Sual verilir ki, Allahım evladlarımızı hidayət et, imanlı et, bəsirət gözünü aç deyə dua etmək olar, öz dilimizdə bəli olar. Bir insan sənə bəddua edirsə, o səni tuturmu? Necə qabağını almaq olar? Əgər ona zülm etmişsənsə, tuta bilər. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki,
məzlumun duası ilə Allah arasında pərdə yoxdur. Yəni insan bundan qorxmalıdır, kiməsə zülm etməkdən. Yox, əgər kiməsə zülm etməmisənsə, narahatçılığa yer yoxdur. Bununla kifayətlənir. Allah Teala işləyib yaxşısına tabe olanlardan etsin. Və sallallahu alə nəbiyinə Muhammed və alə alihi və sahbihi və səlləm.